Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 273-274-dəki məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını demək YouTube-a yükləmişəm. Həmin məsələlərin izahına baxa bilərsiniz. Məsələ 297-yə baxaq. Horizontallarla təsvir edilmiş dağın ətəyinin dəniz səviyyəsində olduğunu nəzərə alaraq daxili horizontalın mütləq hündürlüyünü müəyyən edin. Mütləq hündürlük nəyə deyilir? Baxaq, nisbi hündürlük nəyə deyilir? Mütləq hündürlük okean və dəniz səviyyəsindən hesablanan hündürlükdür. Plan və xəritələrdə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir. Mütləq hündürlük barometr vasitəsilə demək təyin edilir. Azərbaycan ərazisində Baltik dənizindən hesablanır mütləq hündürlük. Avropada isə şimal və Aralıq dəniz səviyyəsinə hesablanır, yəni dəniz səviyyəsinə əsasən təyin edilir. Xəzər dənizi okean səviyyəsindən aşağı olduğu üçün ona görə də Xəzər dənizi səviyyəsindən hesablanmaq olmaz. Nisbi hündürlük isə yer səthində bir nöqtədən digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqidir və nivelir vasitəsilə ölçülür. Təsvirə baxaq, nisbi hündürlük və mütləq hündürlük. Və təzyiqə nəzərə alaq. Təzyiq, atmosfer təzyiqi nəyə deyilir? Atmosferi təşkil edən qazların yerin cazibə qüvvəsinin təsiri ilə yer səthinə və oradakı cisimlərə göstərmiş olduğu təsir atmosfer təzyiqi adlanır. Atmosfer təzyiqi 1 kvadrat santimetr səthə düşən hava ağırlığının təzyiqidir və millimetr civə sütunu ilə müəyyən edilir. Qəbul olunmuşdur ki, troposferdə hündürlüyə doğru hər 10 metr qalxdıqca atmosfer təzyiqi 1 millimetr aşağı düşür. Və bir də qeyd edək ki, normal atmosfer təzyiqi nəyə deyilir? Okean səthi üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür və normal atmosfer təzyiqi 45 dərəcəlik paraleldə 0 dərəcə Selsi temperaturda havanın 1 kvadrat santimetr səthə göstərdiyi təzyiq 760 millimetr civə sütunu olaraq qəbul olunmuşdur. Əgər dəniz səviyyəsində deyirsə, deməli bizim horizontalın birində fikir versək, təzyiq 680 mm civə sütunu qəbul edilmişdir. Demək, civə sütundur və qeyd edir ki, horizontal olaraq təsvir edilmiş dağın ətəyinin dəniz səviyyəsinə. Dəniz səviyyəsi deyirsə, 760 mm-dən çıxırıq 680 mm civə sütunu, tapırıq təzyiq fərqi. Təzyiq fərqi 80 mm civə sütunudur və məsafəyə çeviririk. Təzyiq fərqinə məsafə fərqini tapırıq. Hər 100 metrdə 10 mm aşağı düşürsə 80 mm, deməli təzyiq fərqimiz oldu, hündürlük fərqimiz oldu 800 metr. Və aralarında 2 kəsmə yüksəkliyi olduğu üçün fikir verək. 1, 2, burada 0 metrdir. 1, 2. 2 dənə kəsmə yüksəklik, deməli kəsmə yüksəkliyin hündürlüyü 400 metrdir. 400 metrdirsə, bizdə daxili horizontalın mütləq hündürlüyünü soruşur. Daxili horizontalın mütləq hündürlüyünü tapmaq istəyiriksə, baxın, 0 metrlə 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəkliyi vardır. 400 metr vururuq, kəsmə yüksəkliyimizin hündürlüyü 400 metrdir. 400 metri 5-ə vurub tapırıq 2000 metri tapmış oluruq. Mütləq hündürlük deyirsə, yəni 2000 metrdən də 0 metri 2000 metr, deməli bizim mütləq hündürlüyümüz 2000 metr olar. Məsələ 298-ə baxaq. Burada da eyni tipli məsələdir. Horizontalın birində təzyiq yenə də bayaqki kimi verilmişdir. Horizontallarla təsvir edilmiş dağın ətəyinin dəniz səviyyəsində olduğunu nəzərə alaraq daxili horizontalın mütləq hündürlüyünü müəyyən edin. Burada da bayaqki kimi deməli tapırıq 760-dan çıxırıq 680, tapırıq 80 mm civə sütunu, təzyiq fərqi. Kəsmə yüksəkliyimiz demək 800, burada hündürlük fərqini tapırıq 800 metr, vururuq 4-ə 3200 metr, çünki
4 dənə kəsmə yüksəklik vardır. Demək, xarici horizontalla daxili horizontal arasında 1, 2, 3, 4 dənə kəsmə yüksəklik vardır. Və 800 metr bizim kəsmə yüksəkliyinin hündürlüyüdür. 800 metr vuruq 4-ə, tapırıq 3200 metr, yəni hündürlük fərqimiz 3200 metrdir. Mütləq hündürlük 0 metrdən demək hesablanır. 3200 metr 0 metr və 3200 metr mütləq hündürlük olar. Yəni daxili horizontalın mütləq hündürlüyü 3200 metr olar. Məsələ 299-a baxaq. 299-da KL və K məntəqələri arasındakı temperatur fərqi 14,4 dərəcə Selsidir. K və L məntəqələri arasında burada baxaq görün neçə dənə kəsmə yüksəklik vardır. 1, 2, 3, 3 dənə kəsmə yüksəklik vardır. Və hündürlük fərqi 14,4 dərəcə Selsidirsə, demək temperatur fərqi 14,4 dərəcə Selsidirsə, hündürlük fərqi 2400 metr olar. 2400 metri də 3-ə bölürük. Çünki bizdən S və F məntəqələri arasındakı demək 1, 2, 3, 4, 5 dənə 5 dənə L və K məntəqələri arasında 3 dənə kəsmə yüksəkliyi olduğu üçün əvvəlcə 2400 metri 3-ə bölüb kəsmə yüksəkliyimizin hündürlüyünü tapırıq. 800 metr, kəsmə yüksəkliyinin hündürlüyü 800 metrdir. Və 800 metri 5-ə vururuq. Çünki S və F məntəqələr arasında 5 dənə kəsmə yüksəklik vardır. Ona görə də 800 metri 5-ə vurub tapırıq 4000 metr. 4000 metri tapmış oluruq. Hündürlük fərqi 4000 metr olar. Deməli, S və F məntəqələri arasında hündürlük fərqi 4000 metr olar. Məsələ 300-ə baxaq. H və M məntəqələri arasında atmosfer təzyiqi. H məntəqəsi burada yerləşir. M məntəqəsi birinci horizontaldır. Həmişə fikir vermək lazımdır. Demək, hündürlük, atmosfer təzyiqi fərqinin 108 mm civə sütunu olduğunu nəzərə alaraq K və Z məntəqələri arasındakı nisbi hündürlüyü müəyyən edin. Deməli, H və M məntəqəsi arasında 1, 2, 3, 4 dənə kəsmə yüksəklik vardır. Bunu nəzərə alaq. Demək, təzyiq fərqi 108 mm civə sütunudur. Buradan tapırıq hündürlük fərqi. Hündürlük fərqi olur, demək, 1080 metr. 1080 metri də 4-ə bölürük, çünki 4 dənə kəsmə yüksəklik vardır. Tapırıq kəsmə yüksəkliyimizin hündürlüyü 270 metr. Lakin bizdən K və Z məntəqələri arasındakı hündürlüyü soruşur, nisbi hündürlüyü soruşur. K və Z məntəqəsi fikir verək, 1, 2, 3. 1, 2, 3. Bax, bu Z məntəqəsi burada yerləşir. Bax, fərz edək ki, 1, 2, 3. 3 dənə Z məntəqəsi ilə K məntəqəsi arasında 3 dənə kəsmə yüksəklik vardır. Ona görə də 270-i 3-ə vurub tapırıq hündürlük fərqini 810 metr olar. Deməli, K və Z məntəqəsi arasında hündürlük fərqi 810 metr olar. Məsələ 301-ə baxaq. Burada da bayaqki kimi A məntəqəsində atmosfer təzyiqi, A məntəqəsinə fikir verək, yüksəklikdir. Həmişə berkişçiliklərə fikir vermək lazımdır. A məntəqəsində atmosfer təzyiqinin 680 mm civə sütunu olduğunu nəzərə alaraq M məntəqəsi ilə çayın eroziya bazisi arasındakı hündürlük fərqini müəyyən edin. Çayın eroziya bazisi dənizdir. Fikir verək, 0 metr qəbul olunmuşdur. Yəni, M məntəqəsi ilə eroziya bazisi arasında baxaq görün neçə dənə kəsmə yüksəklik vardır. 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəklik vardır və bunu biz nəzərə almalıyıq. 760 mm civə sütunu ilə baxın 680 mm civə sütunu arasında təzyiq fərqi 80 mm civə sütunudur. Təzyiq fərqindən də çevirik, hündürlük fərqini tapırıq 800 metr. 800 metri də bölürük 4-ə, çünki M məntəqəsi ilə demək, E məntəqəsi ilə A məntəqəsi ilə dəniz səviyyəsi arasında
4 dənə kəsmə yüksəkliyi olduğu üçün 1, 2, 3, 4. 4 dənə kəsmə yüksəkliyi olduğu üçün 4-ə bölürük. Hündürlük fərqi 800 metr idi. Tapırıq kəsmə yüksəkliyin hündürlüyü. Kəsmə yüksəkliyin hündürlüyü 200 metrdir. M məntəqəsi ilə dəniz səviyyəsi arasında 5 dənə kəsmə yüksəkliyi olduğu üçün 1, 2, 3, 4, 5. 5 dənə kəsmə yüksəkliyi. 200 metri biz vuruq 5-ə, tapırıq hündürlük fərqi 1000 metr. 1000 metri tapırıq və bizdən demək hündürlük fərqini istəyirsə 1000 metr ilə 0 metr arasında hündürlük fərqi 1000 metr olar. Məsələ 302-yə baxaq. Dağın ətəyi ilə zirvəsi arasında atmosfer təzyiqi fərqi 360 mm civə sütundur. Bu dağı kəsmə yüksəkliyi 400 metr olan neçə horizontalla təsvir etmək olar? Demək, atmosfer təzyiqi fərqini bizə verir. Atmosfer təzyiq fərqindən biz hündürlük fərqini tapırıq. Demək, 1000 metrdə 100 mm aşağı düşürsə 360 mm 3600 metr. Deməli, hündürlük fərqimiz 3600 metrdir. Nisbi yüksəkliyimiz 3600 metrdir və qeyd edir 400 metr olarsa. 400 metr deyirsə, demək 9, 3600-ü 400-ə böləndə 9, 9 kəsmə yüksəklik. Horizontal isə fikir verək, burada sayırıq. Demək, 9 horizontal olacaqdır. 10 horizontaldırsa 9 kəsmə yüksəklikdir. Saylarına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, 9 kəsmə yüksəklikdirsə 10 dənə də horizontal olacaqdır. Burada doğru cavab 10 horizontal olar. Məsələ 303-ə baxaq. Bu da eyni tipli məsələdir. Dağın ətəyi ilə zirvəsi arasındakı atmosfer təzyiqi fərqi 480 mm civə sütunudur. Bu dağı kəsmə yüksəkliyi 800 metr olan neçə horizontalla təsvir etmək olar? Bayaqki qaydada yenə hündürlük fərqini tapırıq. 4800 metr, 800 metrə böləndə 6 və 6-nın üzərinə 1 gəlib 7 horizontal. Yenə bayaqki kimi baxın 1, 2, 3, 4, 5, 6. 6 kəsmə yüksəklik varsa 7 də horizontal vardır. Bu da doğru cavab 7 horizontal. Məsələ 304-ə baxaq. Nisbi rütubətliyi 90% olan 1 kub metr havanın doyması üçün 1,5 qram su buxarı çatışmır. Bu havanın maksimum su buxarı saxlama qabiliyyətini müəyyən edin. Deməli, burada bizə 1,5 qramı verir və faizini əvvəlcə baxaq görək ki, nisbi rütubətlik nəyə deyilir, mütləq rütubətlik nəyə deyilir. Mütləq rütubətlik 1 kub metr havada olan su buxarının faktiki miqdarıdır və demək qramla ifadə olunur. Nisbi rütubətlik isə müəyyən temperaturda faktiki su buxarının həmin temperaturda havanın doyması üçün tələb olunan miqdarına nisbətinin faizlə ifadəsidir. Nisbi rütubətlik 30% olan hava quru hava, 30%-dən 60%-ə qədər olan hava normal hava, 60%-dən çox olan hava ifrat rütubətlik hava sayılır. Demək, burada müxtəlif temperaturlarda 1 kub metr havanın doyması üçün tələb olunan su buxarı miqdarları verilmişdir. Yəni, məsələ həllərində bizə lazım olacaqdır. Əgər çatışmayan su buxarı, demək, nisbi rütubətlik 90%-dirsə, çatışmayan su buxarı 1,5 qram su buxarı çatışmırsa, deməli, biz çatışmayan su buxarın faizini tapmalıyıq. Nisbi rütubətlik 90%-dirsə, 100%-dən 90% 10%. 10% deməli, bizim çatışmayan su buxarımızın faizidir. 1,5 qramı 10%-dirsə 100%, x buradan tapırıq 15 qram. Deməli, bizim bu havanın maksimum su buxarını saxlama qabiliyyəti 15 qram olar. 15 qram olar. Məsələ 305-ə baxaq. C nöqtəsinə fikir verək. C nöqtəsində havanın temperaturu müsbət 9,2 dərəcə Selsi, B nöqtəsində 6,8 dərəcə Selsi.
və temperatur fərqinin A, B və A nöqtələri arasında temperatur fərqi 1,5 dərəcə Selsi olduğunu bilərək A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Biz indi temperatur fərqini tapaq. 9,2 dərəcə Selsi ilə 9,2 dərəcə Selsi olan məntəqə ilə 6,8 dərəcə Selsi olan məntəqə arasında temperatur fərqi 2,4 dərəcə Selsidir. Hündürlük fərqi isə 400 metrdir. 400 metrdirsə, deməli A, C və B məntəqəsi arasında 2 kəsmə yüksəklik vardır. 2 kəsmə yüksəklik vardır. Ona görə də 400 metri 2-yə bölürük. Yəni hündürlük fərqini 2-yə bölürük. Kəsmə yüksəkliyimiz olur 200 metr. Və bizə qeyd edir B və A nöqtələri arasında ki, demək temperatur fərqini verir. Əgər B və A nöqtələri arasında temperatur fərqi 1,5 dərəcə Selsidirsə, hündürlük fərqi 250 metr olar. 250 metrdirsə, biz buradan bayaq tapdıq B nöqtəsinin hündürlüyünü. B nöqtəsinin hündürlüyü demək burada olur 1600 metr. 1600 metr. 1600 metr. B məntəqəsi ilə baxın birinci məntəqə arasında hündürlük fərqini tapaq. Deməli 1, 2, 3. 3 dənə kəsmə yüksəkliyi vardır. Kəsmə yüksəkliyimizin hündürlüyü də 200 metrdir. 200 metri 3-ə vuranda 600 metr. Deməli 1000 metrin üzərinə 600 metri gəlib tapırıq B nöqtəsinin hündürlüyünü. B nöqtəsinin hündürlüyü olar 1600 metr. Çünki yüksəklikdir. Berk-çiçəklərə fikir veririk, yüksəklikdir. B nöqtəsi 1600 metr hündürlükdə yerləşirsə, üzərinə demək gəlirik B və A nöqtələri arasındakı temperatur fərqindən biz hündürlük fərqini tapdıq 250 metr. B nöqtəsi 1600 metr hündürlükdə yerləşiriksə, üzərinə də hündürlük fərqini gəlib tapırıq. 1600 metrin üzərinə hündürlük fərqini gəlib tapırıq. 1850 metri tapmış oluruq. Deməli, A nöqtəsinin mütləq hündürlüyü olar 1850 metr. 1850 metr. Məsələ 306-ya baxaq. Sxemdə verilən A nöqtəsində havanın temperaturu A nöqtəsinə fikir veririk. 14,5 dərəcə Selsidir. B nöqtəsində 11,8 dərəcə Selsidir, müsbət. C nöqtəsində atmosfer təzyiqini müəyyən edin. Bayaqki qaydada yenə temperatur fərqindən tapırıq. Temperatur fərqi olur 2,7 dərəcə Selsi. Deməli 2,7 dərəcə Selsini çeviririk, hündürlük fərqini tapırıq 450 metr. 450 metr bizim olur. Demək 450 metr hündürlük fərqi olur. A və demək B məntəqəsi arasındakı hündürlük fərqi 450 metr. A məntəqəsi, B məntəqəsi. Çünki deməli A məntəqəsi də horizontal dəniz səviyyəsindən birinci horizontaldır. Və ona görə də aralarında elə bir dənə kəsmə yüksəkliyi vardır. Demək ona görə kəsmə yüksəkliyi olur 450 metr. Əgər kəsmə yüksəkliyi 450 metrdirsə, bizdən soruşur C nöqtəsində atmosfer təzyiqini istəyir bizdən. Deməli, dəniz səviyyəsi ilə C məntəqəsi arasında 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəklik vardır. 450 metri vururuq 5-ə, tapırıq hündürlük fərqini, nisbi hündürlüyü, nisbi yüksəkliyi tapırıq. 2250 metr tapırıq. Çeviririk hündürlük fərqini, çeviririk təzyiq fərqini tapırıq. 225 mm civə sütunu. Və dəniz səviyyəsində 760 mm civə sütunu, çıxırıq təzyiq fərqini, tapırıq. C nöqtəsindəki təzyiqi tapmış oluruq. 535 mm civə sütununu tapmış oluruq. Məsələ 307-yə baxaq, sonuncu məsələmizdir. Temperaturu 30 dərəcə Selsi, nisbi rütubətliyi 70% olan
1 kub metr hava 20 dərəcə Selsiyə qədər, temperaturu 10 dərəcə Selsi, nisbi rütubətliyi 60% olan hava isə 0 dərəcə Selsiyə qədər soyudularsa, hər iki halda ayrılan su buxarının cəmini qramlarla hesablayın. Bayaqki məsələlərin sanki 2 dəfə hesablanır. Yəni 30 dərəcə Selsi temperaturda 100%dirsə, nisbi rütubətlik 70%dirsə, mütləq rütubətlik 21 qramdır. Və 21 qramdırsa, sonra soruşur ki, 20 dərəcə Selsiyə qədər, demək, digərdə isə 0 dərəcəyə qədər soyudularsa. 20 dərəcə Selsidə də tam doyması üçün deməli maksimum doyma həddi 17 qramdır. 21 qramdan, yəni faktiki su buxarı miqdarı 30 dərəcə Selsidə, yəni nisbi rütubətlik 70%dirsə, faktiki su buxarı 21 qramdır. 21 qramdan 17 qramı çıxıb tapırıq 4 qramı tapmış oluruq. Və demək ayrılan su buxarı 4 qram. Sonra deyir ki, digərində isə temperatur 10 dərəcə Selsi, nisbi rütubətlik 60%, 10 dərəcə Selsidə doyma həddi maksimum 100%dir, nisbi rütubətlik 60%, mütləq rütubətlik 5,4 qramdır. Sonra qeyd edir ki, 0 dərəcə Selsiyə qədər soyudularsa, burada 0 dərəcə Selsidə 5 qram, maksimum 5 qram olur. Yəni su buxarı maksimum 5 qramdır. Ona görə də 5,4-dən çıxırıq 5-i, tapırıq ayrılan su buxarı miqdarı olur 0,4 qram və cəmini soruşur bizdən. Cəmini soruşursa, bayaq qeyd etdik, 4 qram, üzərinə gəlirik 0,4 qramı tapırıq, 4,4 qramı tapmış oluruq. Yəni ki, hər iki halda ayrılan su buxarı cəmini qramlarla hesablamış oluruq.